Astara yolunda faciə, toya gedənlər ağır qəzaya düşdü. Ölən və yaralananlar var. Astara rayonunda dəhşətli yol qəzası baş verib. Ələt-Astara magistral yolunun Təngərüd kəndindən keçən hissəsində baş verən hadisə bölgədə sarsıntı yaradıb. Mercedes Sprinter markalı sərnişin mikroavtobusu toy məclisinə gedən insanlarla dolu olduğu halda qəfil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Manşet az xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətləri ilə bağlı həkimlər müalicə prosesini davam etdirirlər. Hadisə yerində təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları dərhal cəlb olunub. Qəzaya düşən şəxslərin toy məclisinə getdikləri məlum olub. Bu isə faciənin emosional yükünü daha da artırır. Qəzanın dəqiq səbəbləri hələlik bilinmir. İlkin ehtimallara görə sürücünün idarəetməni itirməsi, sürət və ya hava şəraiti qəzanın başlıca səbəblərindən biri ola bilər. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. İctimaiyyətə daha ətraflı məlumatın yaxın günlərdə verilməsi gözlənilir. Bu qəza bir daha sübut etdi ki, yollarda təhlükəsizlik qaydalarına ciddi riayət olunması həyatı əhəmiyyət daşıyır. Faciəvi qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik.